Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Baku TV-də xəbər vaxtıda günün saat 12 buraxılışı efirdədir. Ölkədə və dünyada baş verən ən son və mühüm hadisələrdən qarşınızdayıq. Əvvəlcə anonslar, daha sonra təfərrüatlar. O torpaqlar uğrunda çox böyük bədəl ödənibdir. Ağdamın Sarcalı kəndinə növbəti köç karvanı yola salındı. Odessa və Xarkova pualarla hücum edildi. Volodimir Zelenski Donald Trumpdan hansı məsələdə kömək istədi? Sumqayıtda yataqxanada güclü yanğın baş verdi. Sakinlər təxliyə edildi. Ölkəmizdə səfərdə olan Almaniya prezidenti Frank-Walter Steinmeierin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Almaniya prezidenti Frank-Walter Steinmeieri və 1-ci xanım Elke Büdenbenderi qarşılayıblar. Dövlət başçıları rəsmi foto çəkdiriblər. Daha sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub. Həmçinin dövlət başçılarının geniş tərkibdə görüşü baş tutub. Ağdamın Sarıcalı kəndində yeni həyat başlayır. Uzun illər doğma yurtlarından uzaqda yaşayan ailələr artıq öz torpaqlarına qayıdır. Dövlət tərəfindən inşa edilən müasir yaşayış evlərinə köç edən sakinlər həm həyəcanlı, həm də qürurludur. Yurtlarına qayıdan ailələr öz təəssüratlarını bölüşüblər. İzləyək. Deyir, mən aşıq vətən yaxşı, geyməyə kətan yaxşı. Gəzməyə qərb ölkə, amma ölməyə vətən yaxşı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. İnşallah onların sayəsində gedib o torpaqlarımıza qovuşacağıq, inşallah. Mən də çox sevincliyəm, ailə isə çox həvəslə gedirik. Hesab edirəm ki, hər kəs də eyni məsuliyyəti öz üzərində hiss eləməlidir. Biz o torpaqlara qayıtmalıyıq. Çünki o torpaqlar uğrunda çox böyük bədəl ödənibdir. Minlərlə şəhidimiz var. Məncə bu çox böyük məsuliyyətdir, milli məsuliyyətdir. Torpağı yurd edən, elinə, obasına bağlı olan insanlardır. Uzun illər öncə Ağdamın Sarıcalı kəndindən uzaq düşən 110 nəfərdən ibarət 28 ailə dədə-baba torpaqlarına qayıdır. Torpağı yaşatmaq, yurtlarına can vermək üçün. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış aprel döyüşlərindən 9 il ötür. 2016-cı ilin aprelində baş verən bu 4 günlük müharibə düşmənin təxribatlarına cavab olaraq başladıldı və ordumuzun peşəkarlığı, qəhrəmanlığı sayəsində böyük uğurlarla nəticələndi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğalda olan 2000 hektardan çox ərazisi azad olundu. Strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərinin azad olunması isə ön cəbhədə yeni hərbi üstünlüklər qazandırdı. Hər səhərə oxşar xəbərlərlə açdıq uzun illər. Mövqelərimiz, yaşayış məntəqələrimiz avtomat və pulemyotlarla atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susturulub. Bəzən itki var, bəzənsə yoxdur. Bu xəbərləri bir-birindən fərqləndirən tək şey isə cəbhə boyunca dəyişən mövqelərimiz və kəndlərimiz idi. Ordumuz təmas xəttində Ermənistanı təmkin ilə çaş-baş salmışdı. Bunu fürsət bilib 2016-cı ilin aprelində bütün cəbhə boyu əməliyyatlara başlayan düşmən ordumuzun əks hücumları qarşısında aciz qaldı. Nəticədə səngərlərini keçirilməz sanan hayların uzun illər qurduğu mif bir anda puç oldu. 2016-cı ilin aprel ayında, aprel döyüşləri zamanı işğaldan azad olunan ərazilər Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində həyata keçirdiyi əməliyyatların strateji başlanğıcı idi. Bu strateji hədəflərə çatmaq üçün bu istiqamətdə atılan addımlar, yəni aprel döyüşlərində atılan addımlar, uğurlu əməliyyatlar 2020-ci ildə sentyabr ayının 27-sində başlayan hərbi əməliyyatlarda Azərbaycan ordusunun düşmən tərəfə çıxışının həmin istiqamətlərdən düşmən tərəfə sürətli çıxışını təmin edə bildi. Azərbaycan ordusunun qələbəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Madagiz kəndi istiqamətində bəzi mövqelər, Cəbrayıl rayonu Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi daxil olmaqla ümumilikdə 2000 hektarlıq ərazi düşməndən təmizləndi. Ermənistanın 30-a dək tankı, 320 döyüşçüsü məhv edildi, 500-dən artıq döyüşçüsü isə yaralandı. Aprel döyüşləri
Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar prosesini də dəyişdi. Azərbaycan fərqli şərtlərlə, fərqli formada danışıqlar masasında öz varlığını, öz mövcudluğunu təmin edə bildi. 2016-cı ilin aprel döyüşləri bizə bir həqiqəti sübut etdi. Azərbaycan uzun illər sadəcə beynəlxalq ədalətə və hüquqa olan inamı müharibə etməmək üçün saxlayıb. Ancaq heç vaxt torpağımızdakı yağı düşmən izini qəbul etmədik və xalqımıza olan zülmü unutmadıq. O gün şəhidlərimizin qanı ilə yazılan tarixi bugün azad edilən torpaqlarda yaşadırıq. Hörmətli tamaşaçılarımız, bir son dəqiqə məlumatını diqqətinizə çatdırırıq. İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina partlayışı baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar. Qeyd edilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. O xəstəxanaya təxliyə edilib, faktla bağlı araşdırma aparılır. Davam edirik. Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır. Tərəflər bir-birinin ərazisinə hücumlarını davam etdirir. Bu dəfə Rusiya, Odessa və Xarkova pualarla zərbələr endirib. Bəzi ərazilərdə yanğınların olduğu açıqlanıb. Ukrayna Rusiyanın PUA hücumuna məruz qalıb. Bu ölkənin kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə dronlar Odessaya istiqamətlənib. Bu hücum Qaradənizdən şahid PUA-ları ilə həyata keçirilib. Xarkovada bir neçə zərbə endirilib. Hətta Xolodnoqoryada yanğın qeydə alınıb. Hökumətin Xarkovdakı administrasiyasının sədri Aleks Sinogubov bildirib ki, 5 partlayış səsi eşidilib. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın Xarici İşlər naziri Annalena Baerbockla görüşdən sonra birgə brifinq zamanı Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı danışıb. Daha dəqiq desək, o gələcək təhlükəsizliyin sığortası ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa dediklərini açıqlayıb. Məlum olub ki, Zelenski Trumpdan dərin kəşfiyyatda dəstək istəyib. Bura peyki əlaqəsi və yeni texnologiyalar da aiddir. Prezident Trumpla hava məkanının müdafiəsi barədə danışmışam. Çünki bu mühüm məsələdir. Əgər Ukraynanın bütün hava məkanını Patriot sistemi ilə bağlasaq, bu Amerika Birləşmiş Ştatları tərəfdən Ukraynanın təhlükəsizliyinə ciddi dəstək olar. Brifinqdə aprelin 4-də tərəfdaşlarla baş tutacaq görüşdən də bəhs edilib. Belə ki, bəzi ölkələr Ukraynaya öz silahlı kontingentini yerləşdirmək barədə düşünür. Bu görüşdə Kiyev daha konkret cavablar alacaq. Tərəfdaşlarla müzakirələr Ukraynanın təklifləri ətrafında aparılacaq. Qeyd edək ki, həmin görüşdə Ukrayna ordusunun gələcəyi də müzakirə predmeti olacaq. Avropa ölkələri Ukrayna silahlı qüvvələrini öz təlim və silahları ilə gücləndirmək istəyir. Nobel sülh mükafatı namizədləri sırasında Pakistanın sabiq baş naziri İmran Xanın da adı var. O, insan hüquqları və demokratiya uğrunda apardığı mübarizəyə görə bu nüfuzlu mükafata ikinci dəfə namizəd göstərilib. Maraqlıdır ki, özü bu titula layiq olmadığını düşünür. Pakistanın sabiq baş naziri, Ədalət uğrunda Hərəkət Müxalifət Partiyasının qurucusu İmran Xan Nobel sülh mükafatına namizəd göstərilib. Xarici medianın məlumatına görə onun namizədliyini Pakistan Dünya İttifaqı adlı hüquq müdafiə təşkilatı keçmiş liderin ölkədə insan hüquqları və demokratik dəyərlərin müdafiəsinə verdiyi töhfəyə görə irəli sürüb. İmran Xan artıq ikinci dəfədir ki, Nobel sülh mükafatına namizəddir. 2019-cu ildə o, Hindistanla münasibətlərdə hərbi gərginliyin azaldılması istiqamətində göstərdiyi səylərə görə namizədliyə layiq görülüb. Pakistan parlamenti sözü gedən qərarı dəstəkləyən qətnamə qəbul edib. Lakin İmran Xan bu mükafata layiq olmadığını bildirib. Sabiq liderin sözlərinə görə həmin titulu Kəşmir məsələsində yekun həllə nail olan siyasətçi almalıdır. Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. Sumqayıtda güclü yanğın baş verib. Hadisə 14-cü məhəllədə yerləşən yataqxanada qeydə alınıb. Əraziyə yanğın söndürənlər cəlb edilib, sakinlər binadan təxliyə edilib. Başa düşmüyorum, bu nədir belə? Qaçsınlar, dedim, indi
Ümumiyyətlə, yataqxana tipli koridorlarda belə avadanlıqlar saxlamaq qəti qadağandır. Qatlandırın, qaçmışam, cəmaatın şikayətinə mən də qaçmışam cəmaatın bərabər. Səs eşitdim ki, burada söndür söhbət gedirdi. Evdəkilərlə o da bir dənə qapını açdım, gördüm bir dənə tüstü gəlir bura möhkəm dərəcədə yanıb bu tərəflər. Ailəmə dedim ki, gəlin bu podyezdən çıxağın, düşəyin, prosto bir dənə əskidə su götürün ki, ağzınızı bağlayarsınız da, zəhərlənməyəsiniz. Bir dəfə qapını açdım, gördüm şaxta töküldü başıma, təzədən girdim evə, biraz xəsarət aldım. Ailəmlə zaten düşdük buradan, dedim 1, 2, 3 deyən kimi o abisi podyezdən düşdü aşağı. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin 14-cü məhəlləsində yerləşən 7 saylı yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb. Dəhlizdə başlayan yanğın daha sonra isə mənzillərdən birinə keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın söndürülüb və binadan 28 nəfər təxliyə edilib. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik tədbirləri görülüb. Hörmətli tamaşaçılarımız, xəbər verdiyimiz kimi bugün 44 günlük Zəfər Savaşımızın başlanğıcı hesab edilən aprel döyüşlərindən 9 il ötür. Bununla bağlı 2-ci Fəxri Xiyabana gələnlər şəhidlərin xatirəsini yad edib ruhlarına dualar oxuyublar. Əməkdaşımız Xatirə Məmmədova da səhər saatlarında 2-ci Fəxri Xiyabanda olub. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən aprelin 5-nə kimi davam elədi. Yəni 4 gün davam edən bu döyüşlər Azərbaycan tarixinin əsrarəngiz səhifələrindən birini yazdı. Aprel döyüşləri Ermənistan Silahlı Qüvvələrinin davam edən təxribatları və atəşkəsi dəfələrlə pozması nəticəsində Azərbaycan ordusunun əks hücuma keçməsi nəticəsində oldu. Yəni bu 4 gün ərzində Azərbaycan ordusu öz gücünü və Azərbaycan xalqı öz birliyini nümayiş etdirdi. Heç təsadüfi deyil ki, aprel döyüşlərini 44 günlük vətən müharibəsinə zəmin kimi qiymətləndirirlər. Məhz burada əldə olunan qələbə 44 günlük vətən müharibəsində əldə olunan qələbənin əsası kimi müəyyən olunur. Aprel döyüşləri nəticəsində Azərbaycan ordusu bir sıra strateji yüksəklikləri, o cümlədən yaşayış məntəqələrini düşməndən azad etdi. Bunların önündə, belə deyək, Lələtəpə yüksəkliyi gəlir. Lələtəpə yüksəkliyinin düşməndən azad olunması həm də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin belə deyək, məskunlaşması və orada təhlükəsizliyin təmin olunması ilə nəticələndi. Və bundan əlavə Azərbaycan ordusu aprel döyüşləri nəticəsində Talış kəndinin ətrafında olan strateji yüksəklikləri, o cümlədən Ağdərə rayonunu bir sıra kəndlərini və Sisulan yaşayış məntəqəsini düşməndən azad etdi və aprel döyüşləri Azərbaycan xalqına şəhidlər bahasına, qazilər bahasına başa gəldi. Belə ki, 44 günlük vətən müharibəsinin zəmini olan məhz aprel döyüşləri nəticəsində 94 hərbiçimiz şəhid oldu, 400-dən çox yaralımız oldu məhz bu döyüşlər nəticəsində və aprel döyüşləri qeyd etdiyim kimi 44 günlük vətən müharibəsinin əsasını təşkil eləyirdi. Məhz 44 günlük vətən müharibəsində əldə olunan qələbə bu aprel döyüşlərində əldə olunan qələbənin davamı idi. Məhz aprel döyüşlərində Azərbaycan xalqı öz birliyini, Azərbaycan ordusu öz gücünü bir daha düşmənə nümayiş etdirdi. Aprel döyüşlərində şəhid olan şəhidlərimizin qanı məhz 44 günlük vətən müharibəsində alındı. Vətənə çox bağlı idi. Torpağına, vətənə elə hey deyirdi ki, biz burada dayanmalıyıq. Ən əvvəl mübariz şəhid olandan sonra elə o heç cincə durmadı da. Elə dedi ki, biz də orada olmalıyıq. Getdi, ayın 30'u da getdi ki, mən iş yoldaşımın toyuna gedirəm. O da müharibəyə gedirlərmiş. Ayın birində danışım, dedim, Təbriz gəlmişsən də toydan, dedi. Mama gəlmişəm, amma evə gəlməyəcəm. Biz aldatmışdı. Ayın 2'sində də xəbər çıxdı. Döyüşlər vaxtı gedir, gəlirdi. Deyirdim, getmə də, qorxuram ana. Amma deyirdi, mama getdim, yenə sağ gəldim. Amma bu dəfə belə gəldi. Qorxmurdu, vallahi heç nədən qorxmurdu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Belə hörmətli tamaşaçılarımız, bu saata çatdıracaqlarımız bu qədər. Bizi sosial şəbəkə hesablarımızdan izləməyə davam edin. Qaynar xəttimiz isə sizi maraqlandıran və narahat edən mövzularla bağlı daim aktivdir. Həmçinin ekranda gördüyünüz frekansları yığmaqla Azərspace Peki vasitəsilə bizi həm Avropa, həm də Asiyada izləmək mümkündür. Eyni zamanda kabel yayımında Aztelekom, Baktelecom'da 10-cu, Citynet-də 18-ci, Connect TV-də 2-ci, KTV-də analog yayımda 12-ci, rəqəmsal yayımda isə 22-ci kanalda. Ailə TV-də isə IP yayımında 66-cı, rəqəmsal yayımda 16-cı, analog yayımda isə 13-cü kanalda bizə baxa bilərsiniz. Baku TV Plus-da da yayımlanır, axtarış verərək kanalımızı tapıb bizi izləməyə davam edin. Təkrar görüşənədək özünüzə yaxşı baxın.